Salam, hörmətli məclis üzvləri. Azərbaycan tarixində bir neçə bayram var ki, biz onu ardıcıl olaraq hər il qeyd edirik. Bu bayramlar içərisində qızıl hərflərlə yazılmış iki bayram vardır. Bu bayramlardan biri bizim Azərbaycan Demokratik Respublikasının elan olunduğu 28 may günüdür, Respublika günü. İkincisi ise Zəfər günüdür. Zəfər günü bize bizim canımızdan, qanımızdan olan əziz ballarımız, şəhidlərimiz, gazilerimiz, veteranlarımız, ümumi Azerbaycan halkının vahid ordusu kazandırır. O şehitleri siz öğütmüşsünüz, siz terbiye etmişsiniz. Burada əyləşən əziz şəhid valideynləri, her birinizin karşısında baş əyirəm. Bütün canımızla, qanımızla, hayatımızla biz şəhidlərə, gazilərə, veteranlara borcluyuz. Bugün burada şəhidlər haqqında Hacı Əhmədin, Gülpar xanımın, Aysə xanımın, məktəblilərin çox gözəl şəhidlərin şəninə yaraşan gözəl çıxışlar oldu. Böyük, yüksək səviyyədə şəhidlərin yad edilməsi bu əlbəttə ki, çox gözəldir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 2020-ci ildə sentyabrın əvvəlindən Facebook'ta belə bir yazı paylaşmışdım. Azərbaycanın Qarabağ uğrunda işi haqq işidir. Bu haqq işi mütləq qalib gələcəkdir. Ve Allah elə elədi ki, sentyabrda müharibə başlandı. Bütün Azərbaycan xalqının cavan övladları könüllü olarak müharibəyə can attılar. Vətəni azad etmək üçün. Ve o ərəfədə mənim də 70 yaşım tamam olurdu. Müharibə bitti. 44 günlük müharibə bitti. Allah'a şükür ki bizim qələbəmizlə bitti. Biz bu günləri şəhidlərin hesabına, qazilərin hesabına, veteranların hesabına alnı açıq, üzü ağ gəzirik bütün dünyada, bütün xalqlar içində. Ona göre de yine tekrar ederim ki biz bütün canımızla, kanımızla, hayatımızla şehirlere borcluyuz. Gazilere borcluyuz, veteranlara borcluyuz. İcazenizle ben de o küçük bir şehrimi size təqdim edeyim. Benim 70 yaşım, 70 fayzım, senin zəfər günün mübarək vətən, benim çiçək açan Qarabağ arzum, senin toy düğünün mübarək vətən. Üçrəcli bayrağın durur zirvədə, haqqın carsıdır diner hər vədə. Düşmən üzərində böyük qələbə, mübarəkdir xalqım, mübarək vətən. İgidlər qanla yuyulan torpaq, yarası şəhidlə bağlanan torpaq, gözlerin üstüne koyulan torpaq, bu şanlı bayramın mübarək vətən. Əli yar, təbrik et o dağ yurdunu, düşməni çökdürən məğrur ordunu, cənnətə bərabər tüktük qoynunu, şanlı zəfər günü mübarək vətən. Şanlı zəfər günü mübarək vətən. Sağ olun.